Salam, hər birinizi salamlayıram. Əvvəlcə onu demək istəyirəm ki, daha çox mövzu izahı üçün səhifəmi izləyib dəstə olsanız sevinərəm. İndi isə sualınıza baxaq. Sualımız belədir. İşçilərin maaşı 500 manatdan 800 manata qalxdı. Maaş neçə faiz artdı? Bu tip məsələlər üçün sizə bir düstur deyəcəm. O düstur sayəsində istənilən faiz məsələsini rahatlıqla həll edə biləcəksiniz. Düsturumuz isə belədir. Fərq bölünsün damdan vurulsun 100%. İndi isə məsələyə tətbiq edək bu düsturu. Fərq nə deməkdir? Fərq yəni 500 manatdan 800 manata qalxıb. 800-dən 500 çıxırıq, fərqini tapırıq. 307 bölürük. Damdan nə deməkdir? Damdan baxın 500 manatdan. Yəni 500-ə bölməliyik. Və vurmalıyıq 100%. Çünki faizlə soruşur bizdən, neçə faiz artdı. Bu da var, bu ekstra getsə, bu da getsə 20. Cavabımız edir 60%. Bu düsturu yadda saxlayın. Bu düstur sayəsində faiz məsələlərini rahatlıqla yaza biləcəksiniz. Növbəti videolarda görüşənə qədər sağ olun.